Məsih xilas etmək üçün ikinci dəfə zühur edəcək. Məsihin ikinci gəlişi nə vaxt olacaq? Əncir ağacı məsələsini öyrənsək, Məsihin nə vaxt gələcəyini bilə bilərik. Əncir ağacından ibrət alın. Onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, bilin ki, bəşər oğlu yaxındadır, lap qapıdadır. Məsihin gəlişini göstərən əncir ağacının həqiqəti nədir? Əncir ağacı İsraili təmsil edir. Beləliklə, İsrailin tarixini öyrənsək, Məsihin gəliş vaxtını bilə bilərik. Eramızın 70-ci ildə İsrail Roma İmperiyası tərəfindən məhv edildi. Və 1900 il vətənsiz xalq kimi dünyanı dolaşıblar. Heç kim İsrailin müstəqil olacağını bilmirdi. Bununla belə peyğəmbərlik tam dəqiqliklə yerinə yetirildi. Əncir ağacının yarpaqlarının çıxacağına dair peyğəmbərliyə əsasən, İsrail möcüzəvi şəkildə 1948-ci ildə müstəqil oldu. İsrailin müstəqilliyi bütün dünyaya Məsihin dünyaya yenidən gəldiyini bildirən bir məşəl idi. Əncir ağacından ibrət alın. Onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, bəşər oğlu yaxındadır, lap qapıdadır. Məsih Ahn-Sahn-Kong 1948-ci ildə İsrail əncir ağacı peyğəmbərliyinə görə müstəqil olduqda Davudun taxtına oturdu. O, bu dünyaya yenidən gəlmiş Məsihdir. Zəhmət olmasa, Məsih Ahn-Sahn-Kongu qəbul edib xilas olun.